Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bu gün belə bir sual nümunəsinin izahını bildirəcəm. Sualın şərtinə qeyd edilib uyğunluğu müəyyən edin. Biz doğrudan doğru cavabları, yanlışdan isə yanlış cavabları qeyd etməliyik. Birdə qeyd edilib Qarda gölünün yerləşdiyi ölkədə seysmik proseslər aydın müşahidə edilir. Bildiyimiz kimi Qarda gölü İtaliya ərazisində yerləşir və İtaliya Alp-Himalay geosiqnal qurşağında yerləşdiyi üçün bu proses doğrudur. Yanlışda qeyd edilib Filippin və Cənubi Amerika litosfer havaları eyni istiqamətdə hərəkət edir fikri yanlış deyil. Bildiyimiz kimi həm Filippin, həm də Cənubi Amerika hər ikisi qərb istiqamətində hərəkət edir. Bu yanlış deyil, doğru oldu. Buna görə bu yanlışdır. Biri çıxdıq. 2-də qeyd edilib Avstraliyada codyarpaqlı meşə və kolluqlar təbii zonası subtropikin bərabər rütubətli tipində qeydə alınır fikri doğrudur. Avstraliya materikində codyarpaqlı meşələr həm subtropikin Aralıq dənizində, həm də bərabər rütubətli tipində müşahidə edilə bilər. Yanlışda qeyd edilir özbəklər və çuvaşlar eyni dinə sitayiş edir. Yanlışdır, bəli yanlışdır. Özbəklər İslam dininə, çuvaşlar isə təbii ki, xristian dininə sitayiş edir. Bu baxımdan 2-ni götürəcəyik. 3-də qeyd edilib Azərbaycan daxilində üzən platformalar istehsal edilir, bəli edilir, doğrudur. Yanlışda qeyd edilib Avstraliya materikinin ucqar şimal nöqtəsi subekvatoral iqlim qurşağının savanna təbii zonasında yerləşir fikri yanlışdır. Savannada deyil, dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Buna görə 3-ü də götürəcəyik. 4-də qeyd edilib Türkiyə ərazisində yerləşən Van gölündən kaustik soda çıxarılmır fikri yanlışdır, çünki çıxarılır. Yanlışda qeyd edilib Azərbaycanda 1990-cı ildən etibarən təbii artım sürətlənməyə başlayıb fikri yanlışdır. Çünki 1990-cı illər müharibə illəri idi. Həmin illərdə insanlar təbii artımı düşünə bilmirdi. 4-ə görə bu oldu yanlış. 5-də qeyd edilib Korçay Dövlət Təbiət Qoruğu Qazax Qarabağ fiziki coğrafi rayonunda yerləşir fikri doğrudur. Yanlışda qeyd edilib Xəzər dənizindən ən çox qaz çıxaran salyan dövlət Türkmənistan hesab edilir fikri yanlışdır. Xəzər dənizindən ən çox qaz çıxaran dövlət təbii ki, salyan ölkə olaraq Azərbaycan, ən çox neft çıxaran dövlət isə təbii ki, Qazaxıstan hesab edilir. Yəni belə deyək, Xəzər dənizindən ən çox neft çıxarır Qazaxıstan, ən çox qaz çıxarır Azərbaycan. Türkmənistan fikri yanlışdır. Buna görə 5-də doğru olacaq. Deməli, bizim buradan sualımızın doğru cavabı olur. Təbii ki, 2, 3 və 5.